Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yeni Çələbixan qəsəbəsində yaşayan 47 yaşlı Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından boğulub. Oxşar hadisə Yevlaxda da qeydə alınıb. Qaçay Bəhluloğlu İsmailov yaşadığı ünvanda dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hər iki faktla bağlı araşdırma aparılır. Ağdaşda evlərdən birində partlayış baş verib. Bugün saat 05 radələrində Ağdaş şəhər sakini 1948-ci il təvəllüdlü Zakir Abdulla oğlu Rəsulov yaşadığı evin hamam otağında olarkən kolonka kimi tanınan metal su qızdırıcısı partlayıb. Nəticədə qaynar su onun üzərinə tökülüb. Dərhal xəstəxanaya çatdırılan Zakir Rəsulov vəfat edib. Faktla bağlı araşdırmalar aparılır.